Deməli, bir hekayə haqqında danışacağam sizə. Bir gün mən bir araşdırma etməli idim və ona görə də qərarı aldım ki, universitetin kitabxanasına gedim. Universitetin həyətinə daxil oldum və yeriyirdim. Yaz ayı idi, çox gözəl bir ay idi və mən çiçəklərə, böcəklərə, ağaclara belə baxa-baxa, bir şeylər haqqında düşünə-düşünə gedirdim. Özümdən heç asılı olmadan çəmənlik yola girmişəm və çəmənlik yolda yeriyərkən birdən gördüm ki, kənardan bir adam mənə baxır və nəsə bir sərt formada əl-qol hərəkətləri mənə eləyir. Mən əvvəlcə başa düşmədim, dayandım, həmin adama bir baxdım, geyiminə, keciminə baxdım ki, görüm bu kimdir. Və belə başa düşdüm ki, universitetin administratorlarından biridir. Və mən birdən başa düşdüm. Birdən fikrim özünə gəldi və mən başa düşdüm ki, mən çəmənlik yolda yeriyirəm. Ki mənim yolum daşlıq, qayalıq yol olmalıdır, qıraqda olan. Həmin bu çəmənlikdən ancaq universitetdə işləyən müəllim heyətinin və kişi tələbələrin ancaq getmə icazəsi və haqqı var. Mənim haqqımsa sadəcə olaraq qıraqdakı daşlıq kəsəklik yolda getməkdir. Və mən bir söz demədim, tez qırağa çəkildim, çünki icazəsiz bir yola daxil olmuşdum. Həmin o administratora bir də baxdım, gördüm ki, sifəti normala dönübdü, o mimika, o sərtlik artıq yumşayıbdı. Nəsə əhəmiyyət vermədən yoluma davam etdim və getdim universitetin kitabxanasına doğru. Girdim, kitabxananın qapısında məni kitabxananın nəzarətçisi qarşıladı. Bir kişi idi o da. Çox nazik və nəzakətlə mənə bildirdi ki, mən içəri daxil ola bilmərəm. Soruşdum niyə? Dedi ki, bəs siz ancaq dəvət məktubunuz olsa içəri girə bilərsiniz, ya da yanınızda bir kişi müşayiətçi olsa kitabxanaya daxil ola bilərsiniz. Mən dayandım, biraz əsəbləşdim. İstədim universitetin kitabxanasına söyəm. Ancaq sonra başa düşdüm ki, mənim kimi bir qızcığazın söyüşü belə bir dəbdəbəli, əzəmətli və görkəmli universitet kitabxanasının heç vecinə də olmaz. Ona görə də kör peşman oradan da dala qayıtdım. Yolda qarşıma bir kilsə çıxdı və bu kilsənin İçindən çox qəşəng musiqi gəlirdi. Hiss olunurdu ki, ilahilər söyləyirlər və eləcə də zəng çalınırdı. Mənim kilsəyə girmə haqqım var idi. Belə bir hüququm var idi. Ancaq mənim belə bir hüququm olmasına rəğmən mən kilsəyə girmədim. Kilsəyə girməyi rədd etdim. Amma bir tərəfdən də həm də fikirləşdim ki, bəlkə bu dəfə də məndən dəvət məktubu istəyərlər. Ona görə də vaz keçdim, yoluma davam edib qayıtdım. Bu hekayə, bu xatirə mənim xatirəm deyil, bu xatirə Virginia Woolf'un xatirəsidir və özünə aid bir otaq əsərindən bir parçadır. Bunu oxuyanda və danışanda görürük ki, 20-ci əsrin əvvəllərində yazılmış bu əsər dövrün qadınlarının hüquqlarını və haqqlarını çox kiçik nümunələrlə göstərir. Ümumiyyətlə biz ədəbiyyata baxdıqda görəcəyik ki, ədəbiyyat, ədəbi əsərlər müəyyən bir dövrdə, dönəmdə baş verən hadisələrin, olayların və aktual problematikanın aynasıdır. Buna görə də biz Virginia Woolf'un özünə məxsus bir otaq əsərini başa düşmək üçün 1929-cu ildə, yəni 20-ci əsrin əvvəllərində İngiltərədə baş verən real sosial mənzərəni görməliyik. Həmin dövrdə Avropada nə baş verirdi? İngiltərədə nələr olurdu ki, Virginia Woolf belə bir əsəri yazmaq qərarına gəldi? Hansı situasiya Virginia Woolf'u belə bir əsər yazmağa təşviq etdi? Bu əsərin mövzusu qadınların yaradıcılıq azadlığına həsr olunubdu. Nəzərə alsaq 20-ci əsrin əvvəllərində qadınların siyasi hüquqları, təhsil hüquqları və iş imkanları tamamilə məhdud idi.
yox idi və belə bir dövrdə feminizmin birinci dalğası artıq davam edirdi və bütün bunlar Virginia Woolf'un həyatına, şəxsi həyatına direkt formada təsir etmişdi və ona görə də qadın məsələsinin ədəbiyyatda Virginia Woolf'un yaradıcılığında baş mövzuya çevrilməsi heç də təsadüfi səslənmir. Digər bir tərəfdən isə Virginia Woolf'un uşaqlıq illəri Viktorian dönəmə düşürdü, hansı ki, bu dönəm İngiltərədə 1837-1901-ci illərdə İngilis kraliçası Viktoriyanın hakimiyyət illəri idi və bu dönəmin xarakteristik xüsusiyyətləri onlardan ibarət idi ki, sərt əxlaq qanunları hökm sürürdü və gündəlik həyata xristian əxlaqı tamamilə sirayət etmiş durumda idi. Qadınların təhsil alma hüquqları yox idi. Nəinki universitet təhsili, heç məktəb təhsili belə almaq hüquqları yox idi. Bu əxlaq normalarına görə qadınların yeri sadəcə olaraq ev işləri və mətbəx idi. Belə bir dönəmdə böyümüş olan Virginia Woolf'un həyatına çox böyük təsir etdi bu hüquqsuzluq. Onun qardaşının məktəb təhsili və daha sonra universitet təhsili almasına baxmayaraq Virginia təhsil ala bilmədi. Virginia əslində bir tərəfdən də dövrün şanslı qızlarından biri idi. Nəyə görə? Çünki atası çox uzaq görən və dünyagörüşlü bir insan idi. O Virginia'nın ev təhsili ilə təhsil almasına kömək etdi. Özəl müəllimlər dəvət etdi evə və hətta Virginia öz uşaqlıq illərini atasının kitabxanasında keçirirdi. İstədiyi kitabları oxuyurdu və zəngin bir kitabxana var idi orada. Ancaq bütün bunlara rəğmən bu hüquqsuzluqları görən Virginia hələ erkən yaşlardan imkanlar niyə bərabər deyil sualı üzərinə çox düşündü. Uşaqlıq dönəmi Viktorian dönəmdə keçsə də, yeniyetməlik və gənclik dönəmləri isə Eduardian və modernizm dövründə keçmişdi və modernizm dövründə artıq dəyişikliklər başlayırdı cəmiyyətdə. Yəni bununla nə demək istəyirəm? Biraz daha əvvələ getsək, görəcəyik ki, 1789-cu ildə Fransız inqilabı oldu və bu inqilab nəticəsində insan hüquqları haqqında danışılmağa başlandı. Amma insan hüquqları haqqında danışılsa da, qadın hüquqlarının üzərindən keçilirdi. Qadın hüquqları haqqında danışılmırdı və bu həmin dövrdə yaşamış, düşünən qadınların diqqətindən yayınmadı və bunun uğrunda mübarizəyə başladılar və həmin bu dönəm feminizmin birinci dalğasının olduğu dönəmdir və feminizm beləliklə yarandı. Və modernizm dövründə bu qədər dəyişikliklərin olduğu bir dönəmdə feminizmin yarandığı və qadınlar haqqında danışıldığı bir dönəmdə Virginia bu mövzudan yan keçə bilməzdi və bütün bu olaylar Virginia'nın həyatdakı duruşuna, mövqeyinə çox böyük təsir göstərdi və onu formalaşdırdı, onu müəyyənləşdirdi. 1929-cu ildə Virginia Woolf özünə aid bir otaq əsərini yazdı. Bu əsər isə onun 1928-ci ildə Cambridge Universitetinə mühazirələr vermək üçün dəvət aldığı çıxışların nitqinə əsaslanırdı. Əsər 6 hissədən ibarət idi və burada qadınların keçmiş dövrdən başlayaraq Virginia'nın yaşadığı dövrə qədərki zamanda universitetlərdən necə uzaq saxlandığı haqqında danışır. Danışılan mövzulardan və hissələrdən birisi budur ki, belə bir sual qoyulur ortaya. Nəyə görə qadınlar kasıb idilər, yoxsul idilər tarix boyunca? Tarixdə heç bir qadın olmayıbdır ki, öz övladlarına miras qoysun. Əgər bizim analarımız bizə miras qoymuş olsaydı ki, həmin dönəmdə kişilər miraslarını oğullarına qoyurdular və beləliklə pul daim atadan oğula keçirdi, miras atadan oğula keçirdi və bütün güc oğullarda olurdu. Bu dəyişməz bir hal olaraq tarix boyu təkrarlanıbdı və elə bir hal olmayıbdır ki, analar qızlarına miras qoysunlar. Anaların işi sadəcə 10-13 uşaq dünyaya gətirməkdən ibarət idi, Virginia deyir. 10-13 uşaq dünyaya gətirmək zaten bütün həyatım boyunca uşaqlara baxmaq, onları böyütmək, bəsləmək demək idi. Virginia Woolf analarımızı qınayır.
Deyir ki, nəyə görə siz sadəcə uşaq baxmaqla keçirdiniz vaxtınızı? Amma digər tərəfdən də Virginia analarımıza haqq verir. Çünki deyir ki, əgər analarımız bizə baxmasaydı, bizimlə maraqlanmasaydı uşaq vaxtı, onda bizim uşaqlıq xatirələrimiz olmayacaqdı. Qadınların pul qazanmağı imkansız idi. Çünki vaxt tapsaydılar belə, uşaq dünyaya gətirməyib ya da uşaqlara baxmayıb, vaxt tapıb pul qazanmış olsaydılar belə, qadınların mülkiyyətlərini öz adları altında saxlamağa qanun icazə vermirdi. İngiltərədə qadınlar yalnız 1919-cu ildə öz mülklərinə sahib olma haqqını əldə ediblər. Analarımız düşünsəydi ki, pul qazanım, ancaq o pul həyat yoldaşlarının mülkiyyəti altına keçəcəkdi. Bu durumda həmin o mülkiyyəti, həmin o pulu həyat yoldaşları istədikləri kimi istifadə edəcəkdilər. Və qadınlar düşünürdülər ki, əgər belə bir şey olacaqsa, mən nəyə görə vaxtımı sərf edib pul qazanım, mülk sahibi olum? O pulun idarəsi məndə olmayacaqsa, o pulu qazanmağımın səbəbi nədir? Buna görə də tarix boyu qadınlar yoxsul və kasıb olubdular. Yoxsul olmaq demək, gücün səndə olmaması deməkdir. Beləcə biz tarixə baxanda görürük ki, bir cinsin nümayəndələri gücə, pula və bunların gətirdiyi kontrola sahibdilər. Digər bir cinsin nümayəndələri isə pulsuzluğa və həmin o pulsuzluğun gətirdiyi güvənsizlik hissinə sahibdilər. Əlbəttə ki, bütün bunlar bir insanın yaradıcılığına, yaradıcı fəaliyyətinə təsir göstərən ən başlıca amildir. Və burada bir şey qeyd edim. Əsərin mövzusu qadınların yaradıcılıq azadlığıdır. Virginia Woolf'un bu əsərdə qoyduğu iddia isə ondan ibarətdir ki, bir qadın ədəbi yaradıcılıqda var ola bilmək üçün, bir qadının əsərlər yaza bilməsi üçün onun özünə aid bir otağı və aylıq bir qazancı olmalıdır. Pulu olmalıdır. Əsərdə çox ciddi ortaya qoyulan bir sual var. Tarix boyu nəyə görə Şekspir səviyyəsinə çıxa bilən bir qadın yazıcı olmayıbdı? Çox bəsit. Çünki qadınlar Şekspir haqlarına sahib olmayıbdılar. Tarix boyu pulun, mülkiyyətin, buna görə də kontrolun kişilərdə olduğu bir dövrdə, cəmiyyətdə bütün hər şey kişilərin əlində idi. Hətta Virginia Woolf kitabxanada qadınlar haqqında yazılmış kitabları araşdırarkən diqqətini çəkir ki, qadınlar haqqında yazılmış kitabların böyük əksəriyyətini kişilər yazıb. Yəni qadınlar haqqında danışan kişilərdir. Hər bir kişinin fərqli bir fikri var. Kimisi qadınları pisləyir, kimisi deyir ki, qadınların ruhu yoxdur. Kimisi deyir ki, qadınlar çox müqəddəsdir. Məsəl üçün qədim almanlara görə qadınlar çox müqəddəsdilər və onlara sitayiş belə olunubdu tarixən. Amma Mussolini onlara nifrət edir. Digər bir tərəfdən, əgər biz Virginia Woolf deyir, İngiltərədə bir qəzeti əlimizə alsaq, başlı başına görəcəyik ki, bir patriarxal cəmiyyətin içində yaşayırıq. Bir qəzeti götürək əlimizə, onun redaktoruna baxaq. Bir kişidir. Yazıçılara baxaq. Əksəriyyəti kişidir. Qəzetin sahibinə baxaq. Kişidir. Qəzetin müdirinə, müdir yardımçısına baxaq. Kişidir. Assistent belə kişidir. Bütün sistem kişilərin əlindədir və onlar qadınlar haqqında nə demək istəyirlərsə deyirlər. Virginia Woolf qeyd edir ki, qəzetdə heç düşünmədən belə qadınlar haqqında yazılan yazılar önəmsiz kimi görsənə bilərlər, amma bu bir qızın, bir qadının həyatına böyük, hətta faciəvi təsir göstərə bilər. Misal üçün, o bir qəzetdə qadınlar haqqında yazılmış bir hissədən nümunə oxuyur və orada yazılıbdı ki, qızların bu həyatda yeganə məqsədi ərə getmək və ərlərinə xidmət etmək olmalıdır. Hər hansısa bir ailədə ailənin başçısının, qızın atasının əlinə keçsə bu qəzet, oxusa,
Əlbəttə ki, qızına təhsil almağa imkan verməyəcək və o deyəcək ki, bax, professor qəzetdə nə yazıbdı? Mən əsərdə bu hissəni oxuyanda gördüm ki, əslində bu nə qədər də bizim cəmiyyətimizə uyğundur. Hal-hazırda 2026-cı ildə Azərbaycanda televiziyalara baxanda belə eyni halları görürük. Gəlin deyək ki, Azərbaycanda bir ucqar kənddə yaşayan bir ailə var və ata televizoru açır və kanalların birində bir qadın danışır və deyir ki, qadınlar əllərinin corablarını yumalıdırlar. Bilirəm, bu çox çeynənmiş bir mövzu oldu, amma yenə də üstündə durulmalı və qınanmalı bir mövzu olmalıdır ki, artıq belə boş-boş şeylər danışılmasın. Çünki buna baxan ata öz qızına təhsil almaq yerinə ərə getməsini və ərinin corablarını yumasını təkidlə israr edəcək. Virginia Woolf 1929-cu ildə bunları yazıb, biz 2026-cı ildə Azərbaycanda biabırçı şeylər haqqında danışırıq. Az öncə də qeyd etdiyim kimi mülkiyyət hüquqları qadınlara sadəcə 20-ci əsrin əvvəllərində verildi. Əsərin müəyyən bir hissəsində baş qəhrəmanın dili ilə belə deyilir. Qeyd olunur ki, İngiltərədə qadınlara səs vermə hüququnun verildiyi ildə Virginia ona miras qoyulduğu xəbərini eşidir və o qeyd edir ki, mən eyni gündə iki xəbərin ikisini də eşitmişdim ki, uzaq qohumum rəhmətə getmişdi və ondan mənə miras qalmışdı. Ömrümün axırına qədər, öləcəyim günə qədər aylıq 500 pound mənə ödəniləcəkdi. Bu iki xəbər arasında müqayisə aparsam, əlbəttə ki, 500 pound çox daha mükəmməl idi. Çünki mənim artıq işləməyə ehtiyacım qalmırdı və mən sadəcə bütün həyatımı bu 500 poundla keçirə bilərdim. Öz sözləri ilə desək, onun artıq kişilərə nifrət etmək və ya yaltaqlıq etməyinə ehtiyac qalmırdı. Çünki artıq ona verə biləcək heç bir şeyləri yox idi. Biz burada bir qadının gücünün necə öz əlinə aldığını görürük. Və buna səbəb puldur. Əlbəttə ki, ədəbiyyatda qadınlara məthiyələr düzülüb, qadınlara şeirlər yazılıb. Ədəbiyyata baxsaq biz qadının necə mükəmməl bir yerdə olduğunu görəcəyik. Amma reallığa baxanda bu tamamilə əksinə idi. Çünki reallıqda tarixən qadınlar heç oxumağı, yazmağı belə doğru düzgün bacara bilmirdilər. Çünki onlara bu imkan tanınmamışdı. Gəlin indi isə əsərdə qoyulan əsas suala baxaq. Keçmişə baxdıqda nəyə görə Şekspir səviyyəsinə qalxan qadın yazıçı olmayıb? Bir professor tərəfindən qoyulan bir iddia var. Nə keçmişdə, nə indiki zamanda, nə də gələcəkdə Şekspir kimi yazan bir qadın olmayacaq. Virginia Woolf bu iddianı səsləndirir və qeyd edir ki, bəli, keçmişdə heç zaman Şekspir kimi bir qadın yazıcı olmayıbdı və ola da bilməzdi. Çünki deyək ki, Şekspirin yaşadığı dövrdə onun bir bacısı var idi. Və Şekspirin bacısı da Şekspir kimi yüksək istedada sahib idi. O da Şekspir kimi əsərlər yazmaq istəyirdi. Şekspir təhsil ala bildi. Şekspir məktəbə göndərildi. O latın dilini öyrəndi, məntiqi öyrəndi, bir çox kitablar oxudu və o macərapərəst idi. O dünyanı gəzmək istəyirdi. Çıxdı, gəzdi, ovçuluğa getdi, ovladı. Ürəyi istədiyi kimi macəraları yaşadı. Hələ gənc yaşında o çox düzgün bir qadınla da evləndirildi. Və tez bir zamanda da bir övladı dünyaya gəldi. Ancaq o bütün bunlara rəğmən Londona çıxdı getdi. Londonda teatrlarda işə başladı. Teatrda bir çox insanlarla tanış oldu, networking qurdu, əsərlər yazmağa başladı. Əsərlərini teatrda səhnəyə qoydu. Yaza-yaza daha da puxtələşdi və Şekspir oldu. Amma onun bacısı isə evdə qaldı. Ailəsi onun təhsil almasına imkan vermədi. Çünki həmin dövrdə qadınlar təhsil ala bilməzdi. Şekspirin bacısı da Şekspir kimi yazı yazmaq istədi.
Amma hər dəfə əlinə qələmi alıb bir şeylər yazmaq istəyəndə ailəsi ona yemək bişirməyi, ya paltar yumağı, ya da bir işlərlə məşğul olmağı dedi. Yazı yazıb boş-boş işlərlə məşğul olmamasını dedi. 18 yaşına çatdığı zaman isə onun ailəsi onu evləndirməyə məcbur etdi. Və Şekspirin bacısı nə qədər israrlar etsə də, yenə də sözünü dinləyən olmadı. Onun ailəsi çox nəvazişli idi, ona izah etdi qadınların bu cəmiyyətdəki rolunu, vəzifəsini, etməli olduğu məsuliyyətləri yada saldı və evləndirdi. Belə bir hekayədə Şekspirlə eyni istedada malik olan qızın yazıçı olması, pyeslər yazması necə mümkün ola bilərdi? Tarixən baxsaq, zaten qadınlar və kişilər üçün, ümumiyyətlə insan üçün ədəbiyyatla məşğul olmaq, ədəbi əsərlər yazmaq çətin idi. Çünki insanların ədəbi əsərlərə ehtiyacı yox idi və onlar yazılan əsərlərə çox etinasız yanaşırdılar. Yəni istəyirsən yaz, istəmirsən yazma kimi baxırdılar. Ona görə də bu zaten insanların bütün həvəsini, yazıçılıqla məşğul olan insanların həvəsini qırırdı, öldürürdü. Amma qadınlar üçün bu iki qat çətin idi. Çünki cəmiyyət qadınlar yazanda ona baxıb istəyirsən yaz, istəmirsən yazma demirdilər. Nə? Yazmaq deyib rişxəndlə gülürdülər. Ona görə də 16-cı əsrdə yazmaq istəyən, əsərlər yaratmaq istəyən bir qadın dəli olardı sonunda, ya da bir ucqar bir kəndin bir daxmasına çəkilib ömrünün axırına kimi özünü oraya qapadıb orada yaşayardı ki, qıraqdan da baxanlar ona dəli olubdu bu, ya da cadugardır bu deyərdilər. 19-cu əsrin sonlarında belə qadınlar əsərlər yazanda öz adlarından istifadə etmirdilər. Ya onları anonim dərc etdirirdilər, ya da kişi adından istifadə edirdilər. Necə ki, George Sand öz əsərlərini kişi adı altında dərc etdirirdi. Ona görə də bu dövrdə qadınların bunu edə bilmərsən, bunu bacara bilmərsən kimi eşitdiyi sözlər onların tamamilə həvəslərini qırırdı, ya da mövzularına bir limit gətirirdi. 19-cu əsrdə belə qadınlar heç kimdən dəstək almırdılar. Buna görə də uzun bir müddət qadınların yazdığı əsərlərdə bir nifrət görürük. Onların yazdıqları əsərlərin böyük əksəriyyətinin başlıca mövzusu əngəlləmələrlə bağlı idi, qadağalarla bağlı idi. Ya da mövzularda bir limit var idi. Ancaq çiçəklərdən, böcəklərdən, gəzintilərdən yazırdılar. Çünki fikirləşirdilər ki, yazdıqları əsərlər əgər mövzu baxımından hər hansısa bir geniş mövzuda yazmış olsa, ya da əngəllərdən, qadağalardan yazmış olsa, ona kişiyə nifrət edir etiketini yapışdıracaqdılar. Onlar da kişilərə müxalif kimi görsənməsinlər deyə mövzuları tamamilə dəyişdirirdilər. Buradan belə bir nəticə çıxara bilərik ki, cinsiyyət yazılmış əsərlərdə, əsərlərin mövzularında böyük bir təsir gücünə malikdir. Və ona görə də Şekspir əgər mövzu yazanda, əsər yazanda hər hansısa bir limit özünə qoymurdusa, istədiyi şeyləri, istədiyi düşüncələri, istədiyi kimi dilə gətirib kağıza tökə bilirdisə, amma bunu qadınlar edə bilmirdi. Hətta bugünün özündə belə qadınlar görünməkdən qorxurlar. Bir şeylər haqqında danışmaqdan qorxurlar. Çünki qınaq obyekti olmaq istəmirlər. Özlərinə limitlər qoyurlar, özlərini daha aşağıda tuturlar və kişilər heç bir şeyi düşünmədən bir riski gözə alıb irəli atıldığı təqdirdə qadınlar isə böyük əksəriyyətlə özlərini arxa planda tutmağı tərcih edirlər. Əsərin mövzusu haqqında çox danışdıq. Gəlin biraz da texnik tərəflərinə baxaq. Virginia Woolf özünə aid bir otaq əsərini yazanda düşüncə axını metodundan istifadə etmişdi. Bu metodun isə xarakteristik xüsusiyyətləri onlardır ki, yazıcı zehnindən keçən bütün düşüncələri olduğu kimi kağıza yazır. Bu metodda izah etmək yox, göstərmək, seyr etdirməkdir önəmli olan. Hər şey təbii olsun deyə yazıcı qrammatik qaydalara belə əhəmiyyət vermir, bəzən durğu işarələrindən istifadə belə etmir, zamana belə əhəmiyyət vermir.
Əgər biz ənənəvi hekayələrdə, ənənəvi romanlarda keçmiş, indiki və gələcək zaman axımını görürüksə, ancaq burada belə bir şey yoxdur. Yazıçı əsərdə keçmiş zamanı indiyə, indini gələcəyə, yəni hamısını bir-birinə qatır və keçmişi gələcəkdən ya da indidən ayırd eləmək vəzifəsi oxucunun üzərinə düşür. Bu metod modern ədəbiyyatda, modernizmdə çox tez-tez istifadə olunan bir metod idi. Eləcə də göstərilən tam bir qəhrəman obrazı yoxdur. Yəni biz modernizmdən əvvəlki əsərlərə baxanda yazılan əsərlərdə bir qəhrəman var və o qəhrəman həqiqətən də baş obraz, baş qəhrəmandır. Amma modernizmdə yazılmış əsərlərdə baş qəhrəman, baş obraz deyək, daha çox içinə qapalıqdır və öz duyğuları ilə, düşüncələri ilə yaşayır. Ətraf mühit onun üçün çox uzaqdır. Sanki yabancılaşıbdı, sanki yadlaşıbdı cəmiyyətə qarşı. Zaman anlayışına toxunmuşkən onu da qeyd eləyim ki, psixologiyada Carl Jung olsun, ya da Adler, ya Freud, onların fikrincə insanın psixologiyası heç də sabit və statik deyil. İnsan psixologiyası çox qarmaqarışıq və dinamikdir və buna görə də istər-istəməz zaman anlayışı da, yəni insanı başa düşmək üçün insanın şüurundakı zaman anlayışının da xronoloji olmadığını, psixoloji olduğunu deyirlər. Düşüncə axını metodu Freudin psixoanaliz nəzəriyyəsinə dayanırdı. Freud psixoanaliz nəzəriyyəsində sərbəst assosiasiya metodundan, texnikasından istifadə edirdi pasientlər üzərində. Yəni bu nə deməkdir? Pasientlərin şüur altında olduğu düşüncələri üzə çıxarmaq üçün onları düşünmədən danışdırırdı. Yəni beyninə gəldikləri olduğu kimi deməyini istəyirdi. Bu sərbəst assosiasiya metodu idi və hər kəsin bildiyi bir faktdır ki, Freudin psixoanaliz nəzəriyyəsində 3 element var: id, ego və superego. İd bizim şüuraltımızı, üzə çıxarmaq istəmədiyimiz arzularımızdır. Ego bizim şüur və gerçəkliyimizdir. Superego isə cəmiyyətin bizdən gözləntiləridir. Bir növ id tezdir, superego antitezdir. Çünki superego idə tam qarşı yaradılıbdır və superego idi kontrol altında saxlayır. Ego isə antitezdir. Yəni bu ikisini, idi və superegonu tarazlaşdıran bir mövqedə dayanır. Freydə görə id kontrol altında saxlanılmayanda, üzə çıxanda nevroz yaranır. Nevroz isə adi insanlarda, sıradan insanlarda bir davranış pozğunluğu şəklində üzə çıxır. Amma sənətçilərdə isə, sənətkarlarda isə bu yeni bir sənət əsəri kimi meydana çıxır. Bu Freydə görə belədir. Yəni Freud sənətçiləri bir növ psixoloji xəstələrlə eyni tutur və qeyd edir ki, onların nevroz hallarında yeni əsərlər meydana gəlir. Həm də bu nəzəriyyədə Freudin istifadə etdiyi həmin bu sərbəst assosiasiya metodunun ədəbiyyatda təzahürü düşüncə axını metodudur ki, Virginia Woolf həmin bu əsərində, özünə aid bir otaq əsərində bu metoddan istifadə etmişdi. Yəni əsəri oxusanız görəcəksiniz ki, burada bir süjet xətti yoxdur. Burada keçmiş, indiki və gələcək zaman yoxdur. Bütün hadisələr, danışılan hadisələr Virginia Woolf'un beyninin içindən keçən düşüncələrin eyni anda olduğu kimi təsviridir. Bu metod yazıçıya ona imkan verir ki, hər hansısa bir hekayəyə dayanmadan istədiyi kimi fikirlərini oxucuya çatdırsın. Və eləcə də burada elə əsər yazıla bilər ki, bu metodla, misal üçün yazıcı bir insanın sadəcə olaraq bir gününü təsvir edər bir əsərdə başlıca olaraq və o gündə həmin o baş qəhrəmanın günün başlanğıcından sonuna qədər bütün düşüncələrini əks etdirə bilər. Modernizm dövründə yazılmış əsərlərə baxsanız, bir çoxunda bu metodu görəcəksiniz.